Salam, hörmətli, əziz 5-ci sinif şagirdləri. Mən bugün sizinlə səhifə 117-də olan misallardan köməyinizə çatacağam. Uşaqlar, yenə də əvvəlki videolarda olduğu kimi bayram əhvalı ruhiyyəli bir videolar çəkmək istəyirəm ki, sizin də darıxmayasınız. Yeni ilimizə artıq az qalıb. Gözəl balalar. Bu bayramda sizə gözəl uğurlar, gözəl şən günlər keçirməyi arzulayıram. Amma yaxşı istirahət eləyin ki, bayramdan sonra dərsə qaydanda daha yaxşı dərslərinizi daha yaxşı qiymət almaqla müəllimləri, valideynləri də sevindirib onlara da bir bayram hədiyyəsi eləyəsiniz. Gözəllər. İndi davam eləyirəm sizinlə, deməli, səhifə 117-də dediyim qaydada 117-ci səhifəni də mən dəftərdə yazmışam. Təkrar səhifədir uşaqlar. Keçdiklərinizin təkrarı 117-ci səhifədə öz əksini tapıb. Belə də yazmışam, səhifənin baş tərəfindəki təkrar bir səhifədir. Burada deməli, nə deyilir? Tam boş xanaları doldururuq daha doğrusu. Boş xanaların yerinə lazım olan ədədləri yazırıq. 0 tamdır. Burada da 0. Deməli ki, onda ikisi 0'dır. 0 tam onda 2. Onda 2 göstərilib. Tamı bunları toplasaq, ikisini bir bərabərin sağ tərəfini toplasaq 0 tam %27 alarıq. Bax, 0 tam onda 2'nin üstə 0 tam %7 gəlsək, 0 tamımız artmayacaq. Elə olacaq 0 tam. Bura fikir verək indi. 2 tam onda 1 neçədir? 2 tam. Elə açıq şəkildə yazıblar da. Bax, bunu açıq şəkildə yazıblar. Baxaq görək, bunun yerinə açıq şəkildə yazanda nə düşübsə, biz onu bura yazarıq. 2 tam. Üstə gəl, tamdan sonra nə gəlir? Onda 1. Burada onda 1 olmalıdır. Onda 1'miz 0 tam onda 4'dür. Onda bura 4 düşəcək. %1'miz 0 tam onda 1'dir. Bəs bura nə düşəcək? Mində 1 yeridir bura. Onda 1, %1, bu da mində 1 isə mində 8'dir. Bura 0 tam 0, 0, 8 düşəcək. Belə bir dərsiniz olub sizin. Məncə bu mövzuda misallar az oldu, amma olub dərsiniz. 5 tam. Yazılıb 5 tam. Üstə gəl. Tamdan sonra onda 1 gəlir. Onda 1 neçədir? 3. Yəni burada düşəcək 0 tam onda 3. 3 yaza bilmərik. 3 tamı bildirir. Təkcə 3 yazsaydıq tam bildirər o. 0 tam onda 3'dür. Onda 1. 0 tam %9. Yəni ki, 3'dən sonra gəlir nə? %9. Bura düşəcək 9. Burada mində 1'in yeridir. Mində 1'miz də 0 tam mində 7'dir. 0 tam 0, 0, 7. Misal 2'də nə deyilir? Burada deyilir ki, uşaqlar, burada da yenə boş xanaları doldururuq. 3 tam bundan kiçik olmalıdır bu. Nə yaza bilərəm bura? 1 tam 1, onda 1 var. %1'i də götürək 2. Çünki 3 götürə bilmərik, onda bundan böyük olar. 2. Bunu da 8 3 götürə bilmərəm. 8 götürmək olar. 8. Amma buna bərabər olacaq. Onda bir dənə böyük götürürəm. 9. 2'ni 3 götürə bilmərəm. Bax belə. Onda nə olur? Müqayisə eləyəndə 128 kəsr isə burada 129. İndi buraya çatanda isə tək-tək deməli onda 1'i, %1'i müqayisə eləyirəm. Burada vergül yoxdur. Təsadüfən düşüb ora. Tamlar 3 tam, 3 tam, 3 tam. Onda 1'lər. Onda 1, onda 1. Burada da onda 1. %1 2'dir, %1 2'dir. Burada %1 böyük olmalıdır ki, bu tərəf böyük olsun. 3 düzdür. Sadəcə olaraq biz
dolduraq getsin bunları. Burada olacaq nə? 0,2 kiçikdir 0,3 götürə bilərəmmi? 0,2 2 0 götürə bilərəm burada. 10'da 2 bu da olsa 10'da 2 deməli ki 0,2 bəs bu neylə artıqdır? Burada nəsə yazmalıyıq? 0 yazaq burada. Burada deməli 1000'də 1 dənə artıqdır. 1000'də 1 dənə artıqdır burada. Bu isə böyükdür bunlardan. Nəyə görə? 100'də 1'i 1'dir. Bunun 100'də 1'i 0, bunun 100'də 1'i 0, bunun 100'də 1'i 1'dir. Burada isə belə götürəcəm. 1 tam %18 kiçikdir. Bura 8 yazsam nə olar? 181. Buraya yazaram 181. Burada 81 yazacağım. Bu da 81 ola bilməz. Bu böyükdürsə, bəlkə bura mən bir 7 yazardım. 7, bəli, bura 7 yaza bilərəm. 7. Buraya yazıram 7. Buraya yazıram 8. Bu da 9. Belə. Onda birlər tamlar, onda birlər bərabərdir. Bundan ona görə böyükdür ki, 1000'də 1'i var. Bu da, bununla da bunu müqayisə eləyəndə bunun 100'də 1'i 8'dir, bunun 100'də 1'i 9'dur. 3 dənə misaldır. Bəlkə ardı var burada. Ardı yoxdur. Üçüncü. Üçüncüdə nə deyilir? Cavabı əvvəl təxmin edin, təxmini hesablayın. Sonra dəqiq. Və təxmini hesablamağa mən şifahi hesablayıram. Bu arada siz mənim şifahi izahlarıma qulaq asarsa, paylaşın, bəyənin, abunə olun. Çox az bəyənmələr olur uşaqlar. Baxış sayı çoxdur, baxırsınız. Amma niyə bəyənmirsiniz? Hələ də mənə aydın olmur ki, siz niyə bəyənmirsiniz gözəl balalar? Bəyənmək lazımdır. Təxmini eləyirəm ki, bu 3 tamdır. Bu da 2 tama, bu 8, 10'da 1 dənə verəcək. Bu da olacaq 3 tam. 3, 6. Siz də diqqətlə baxın ki, mən tamı yuvarlaqlaşdırıram. Və yaxud da təkliki yuvarlaqlaşdırıram. 3'dür, çünki 0 heç nə vermir. 2'dir, 8 1 verir, bu da olur 3. Bu 0 yenə heç nə vermir. 3, bu da 2, 8 eləyəcək. Bunun cavabı 8. Bu təxmini. İndi dəqiq cavabı tapmaq üçün bunları alt-alta toplayıram. 3 tam. Bəlkə mən bunu qırmızıyla eləyim uşaqlar. Ki izah belə aydın görünsün. 3 tam 1000'də 87. Üstə gəl. Görək bu aydın görünürmü? Məncə göylə yaxşıdır. Göylə yaxşıdır. Qırmızı yaxşı görünmür. 2 tam %81. 2 tam %81. Üçüncü toplananı da yaza bilərik. Və yaxud da bunların cavabını alıb üstünə bunu gələrəm. Belə də olar. 7, 1000'də 1 yoxdur. İkinci toplananda 9, 8. Bu da 5 tam. 5 tam 1000'də 897. Üstə gəl. 2 tam 1000'də 13. 10 bir yadda. 10 o da 1. 11 bir yadımızda. 8 üstə 0 8 o da 1 9. 5 üstə 2 7. 7 tam %91 və yaxud da 1000'də 7 tam 1000'də 910. Yuvarlaqlaşdıranda bu da 8 eləyir. Bu da bizim dəqiq cavabımızdır. 7 tam 910. Bu isə bizim hansı cavabımız oldu? Dəqiq cavab budur. İkinci misala baxaq. Yenə də bunları burada da eləyə bilərəm uşaqlar. Burada biraz dar olduğundan üçünü alt-alta yaza bilmədim. Burada yaza bilərəm amma. 4 tam 1000'də 12. 4 tam 1000'də 12. Üstə gəl. 0 tam 10'da 9. Üstə gəl.
5 tam mində 88. 5 tam mində 88. Bunların yerini dəyişə bilərsiniz. Bu cür görünüş xoşunuza gəlmirsə, bu rəqəmlərin sayı az olanı 3-cü yerə, bunu yuxarı yerə keçirə bilərsiniz. Çünki toplananların yerini dəyişmək olar. Burada fikir verirsə, mən 2 dənə üstəgəl yazmışam. Bunu silirəm. Əsl üstəgəl burada olmalıdır 3 dənə olanda. 10 bir yadda, 9 o da bir 10 bir yadda, 9 o da bir 10 bir yadda. 4 üstə 5 9 o da bir 10. Biz təxmini hesablamadıq. Deməli 4 tam 1 tam 5 tam, bu da 5 tam olacaq 10. Bərabərdir 10-a. Bu təxmini cavabı 10'dur. Dəqiq cavabı isə 10 tam 10 tam. Nədir? Kəsr hissəsində heç nə olmadığından 10'da 1, 100'də 1 heç nə yoxdur. Bunu hesablayıram. Deməli, biraz burada kitaba baxa-baxa yazmışam. Bu yuxarıda düşüb, tezdən yazacağım bunu. 5 tam 196 çıxılsın 1 tam %98. 196 mində idi. Üstə gəl 2 tam mində 804 bərabərdir. Təxmini hesablayıram. 5 tam 2 tam, bu da 3 tam. Təkliyə qədər yuvarlaşdıranda 1 heç nə vermir. 9 1 verir. 8 də 1 verir. 5 2 7, bu da 3 10. Bunun da cavabı 10 elədi. 5 7 3 10. Bəli, 10 elədi bunun da cavabı. İndi alt-alta yazaq. Burada 2 dənə. Bunun üstünə xətt çəkirəm. Bu səhvdir. Əsas misalımız budur. 5 tam. Bundan bunu çıxıram. Çünki 2 əməl olduğuna, fərqli əməl olduğundan alt-alta yaza bilməyəcəm. Çıxmaq ayrı hesablayacağım. Üstə gəlməni ayrı. 5 tam. Mində 196 çıxılsın. 1 tam. Görürsünüz, mən burada da 10 tapmaqla səhv elədim uşaqlar. 5 tamdan 2 tam çıxmalıyam. Burada çıxmadı. 5 tamdan 2 tam çıxıram. 3 tam. Bu da 3 tam. Burada 6 tam eləyir. 1 yox. 10 yox, 6 eləyir cavabı. Təxmini. 196 çıxılsın. 1 tam %98. 6, 1, 11'dən də 9, 2, 4'dən də 1, 3. 3 tam mində 216, 216, üstə gəl 2 tam mində 804. 6 ilə 4'ü toplasam 0, 10 eləyər. 0 yazıram. 1 yadda, 1 üstə 0. 0, o da 1, 2. 2 ilə 8'i toplasam 10. Yadımızda heç nə yoxdur. 1 yadda, 5, o da 1, 6. Cavab budur. Bizim dəqiq təxmini cavabımız 6 idi. Dəqiq cavabımız isə 6 tam %2 və yaxud da 6 tam, burada mində 20 tapmışıq, amma %2 də oxumaq olar. Elə necə almışamsa elə yazmaq istəyirəm ki, bunu %2 də yazmaq olar belə. Amma bu 0 belə almışıqsa cavabı, bəzi uşaqlar buna görə şərh yazır ki, burada cavabı belə almışsan, bura belə yazmışsan. Amma diqqətli olsanız, bu 0'ın mənası yoxdur, axırda yazılan 0'ın. Təxmini cavab, bu da dəqiq cavab. Görək nə var ardında. Misal 4. Burada nə istəyir bizdən? Misal 4'də. Mən bunu kitaba baxım görüm nə tələb olunur. Vurmanın paylama xassəsinə görə hesablayın. Bəli, hesablayaq uşaqlar. Vurmanın və bunu mən istəyirəm əvvəl qaralamada bir dənə sizinlə bir eləyim, sonra başa salın izahını, sadə ədədlərinə. Məsələn, belə hesab eləyirəm. 5 vur 3, üstə gəl 2 vur 3. Paylama xassəsi, vurmanın paylama xassəsi budur ki, hər ikisində 3 var. 2 dənə
hasil var burada. İki de hasilin cəmidir. Birinci hasildə də 3 var, ikincidə də 3 var. Bu 3'ləri kənara çıxardıram, mötərizə kənarına. Hər ikisində eyni bir ədəd olduğundan mötərizə kənarına. İçəridə nə qalacaq? 3'lər çıxdısa, buradan getdisə. 5, üstə gəl 2. Bərabərdir. 3, bunu da cavab eləyir 7. 3'ü 7'ye vursaq 21 eləyər. İndi bunu çıxarmamış hesablayaq. Görün biz düz eləyirik mi? Burada da 21 mi alacaq? 5'i 3'e vururam. 15. Üstə gəl 6. 2 vur 3 6. 15'in də üstünə 6 21 eləyər. Deməli uşaqlar bu bizim asan eləməyimiz üçün, misalları asan eləmək üçün paylamanın bu xassəsindən, vurmanın paylama xassəsindən istifadə edirəm. İndi bizim misalımızda da baxıram burada. 3,4'ü vurublar 1,2'ye, 1,6'nı da 1,2'ye. Hər ikisində 1,2 var. Burada da var, burada da var. 1,2'ni mötərizə kənarına çıxardıram. Vurulsun. Mötərizədə nə qalacaq? 3,4 üstə gəl 1,6. 4 üstə gəl 1,6. Bu da bərabərdir eləyər. Ardını mən burada qırmızına yazacağım. 1,2'ni neçəyə vururuq? 5 tamam. 5 tam eləyər. 3'ün üstə 1, 4. O da bunlardan da 1 tam yaran 5. 1,2 vurulsun 5 alarıq. Bərabərdir. 1,2 vurulsun 5'e. Mötərizənin cavabı 5 oldu. İndi mən kənarda 1,2'ni 5'e vurun. Cavabını yazacağım. 1,2 vurulsun 5. 5 vur 2, 11 yadda. 6 eləyəcək uşaqlar bunun cavabı. 6. İkinci misala baxaq. 4,5'i vururam. Burada da 4,5 var. Çıxmanın bu tərəfində. Çıxmanın solunda da 4,5 var. Mötərizə kənarına, mötərizə xaricinə ikisi də işlənilə bilər. 4,5'i çıxardırıq. 4,5 mötərizənin içərisində qalacaq. 6,3 çıx. 6,3 çıx. 2,3. Bunu 10'da 3'ü burada kəsir formasında yazılıb. Mən belə yazıram. 6,3 çıx 2,3. Biri onluq adi kəsir formasında, digəri onluq kəsir formasındadır. Bunları eyni bir onluq kəsir şəklində yazdım. Çətin də deyil. Bərabərdir. 6,3'dən 2,3 çıxsaq 4 olar. 4,5'i 4'e vururam. Bərabərdir. 4,5 vur 4'e. 4 vur 5 22 yadda. 18 virgülünüz 18 eləyəcək bunun cavabı. 18. Qırmızıya yer qoysam da ehtiyac olmadı. Burada nəyi çıxarıram mötərizə xaricinə? 2,76, 2,76, %76. İkisində də olduğu üçün bu vurma hissəsində də, bu vurma hissəsində də 2,76 var. 2,76 vurulsun. Mötərizəmizdə nə olacaq? 7,8, bu da 2,5'də 1. 7,8 üstə gəl. 2,5'də 1'i bax belə hesablayacağım uşaqlar. 2,5'də 1 bərabərdir. 2,10 eləmək üçün bunu 2'ye vururam. Olur 10. Sürəti də 2'ye vururam. Bu da bərabərdir. 2,2. Deməli 2,5'də 1, 2,2 oldu. Deməli 2,5'də 1'in yerinə yazıram. 2,2. Bağlayıram mötərizəni, bərabərdir. 7,8 ilə 2,2'ni toplasaq 10 eləyər. 7 tamla 2 tam. Burada virgül var aşağıda. 9. 1 tam da buradan yerine 10. 2 tam %76'nı 10'a vursam 27,6 eləyəcək. Bərabərdir 27,6. Bərabərdir 27,6.
onda 6. Hesablamalıyıq bunu uşaqlar. Onun üçün də bu qədər yer saxlamışam. Hesablamaq olmalıdır. Birinci mötərizəni hesablayırıq. Bu hissəni də ona görə saxlamışam. Siz isə bəyənin, abunə olun, paylaşın ki, videolarımız həm siz rahatlıqla tapasınız, həm də paylaşma ilə digər dostlarınıza da qabağına çıxsın və ya onlar da axtarsınlar sizin paylaşımlardan istifadə edib. Ondan 0,24'ü çıxacam. 10 çıxılsın, 0 tamı tamın altına yazıram. Burada 10 tamdır. Kəsr hissəsi yoxdur. 0,24. Biz burada düzdür 10 tamı yazıb belə çıxanda burada özümüzdən sıfırlar. Burada 3 dənə rəqəm varsa, burada 3 dənə sıfır mən təsəvvür eləyirəm ki, burada 3 sıfır var. Ondan bir dənə verirəm bu sıfıra. Bu olur 10. Bu da birini verir buna. Özü 9 olur. Bu da birini verir. Özü 9 olur. Deməli 9, 9, 10. Ondan 4 çıxsam 6. 9'dan 2 çıxsam 7. 9'dan 0 çıxsam 9. Burada qalmışdı 9. Birini verəndən sonra. 9'dan da 0 çıxsam elə 9 olacaq. 9 tam 976. Sonra bölmə əməli gəlir. Bölməliyəm 5'də 4'ə. 10'da 8 eləyər uşaqlar. 5'də 4. Deməli ki, bunu belə yazıram. 9 tam 976 bölünsün. 5'də 4'ü onluq kəsrə çevirmək üçün 5'də 4. Bunları hər dəfə deyirəm ki, bərabərdir. Məxrəci bunu 10 eləməliyik. 10 eləmək üçün 2'yə vururam. Bunu da 2'yə vururam, bunu da 2'yə vururam. Vuranda 2'yə olur 10'da 8. 0 tam 10'da 8. 5'də 4 0 tam 10'da 8'dir. 8'dir. Ne edirik? Vergülü buradan atsaq 10 dəfə artacaq. Yəni vergül bir rəqəm sağa keçəcək bura. Bunun üstünə xətt çəkirəm. Vergülün burada üstünə xətt çəkirəm. Olur 8 tam. Burada da vergülün üstünə xətt çəkirəm. Olur 99 tam. İndi bölürəm. 9'un içində 8 bir dəfə. 1 vur 8, 8. Çıxanda qalar 1. Bu 9'u da düşürürəm. 19'un içində 8 2 dəfə. İndi tamımız qutardı artıq burada. İkinci 9'u da gətirdik. Tam qutardı. 19'u 8'ə bölsək 2 vur 8, 16. Qalacaq 3 dəfə. 7'ni gətirirəm bura. 7. 37'də 8. 32 bölünür 8'ə 4 düşür. 4 vur 8, 32. Qalır 3. 3'ü də yanına 6'nı gəlirəm. 36'da yenə də 4 dəfə. Görək düz oldu mu? 7'dən 2, 5 eləyir uşaqlar. 7'dən 2, 5, 3 yazmışam mən. 56'da 8, 7 dəfə. Bu da 56. 0. Deməli, mən yer az qoyduğumdan belə bir şey oldu. 12 tam %47 bura qədər. İndi bunu da vurmalıyıq. 215'i buna vurmalıyıq. Bunu şifah eləyəcəm uşaqlar. 215'i buna vuranda nə olar? Deməli, bunu burada yazıram. 215 vurulsun 0,01. Vurmaq bölmək deməkdir. %1'dirsə 100'ə bölürük bunu. 100'ə böləndə olacaq 2,15. %1'ə vurmaq belə bir qısa videom da var, mənim shorts videoda var. Onu izləmişsinizsə bilirsiniz ki, %1'ə vurmaq ədədi 100'ə bölmək deməkdir. 100'ə böləndə bunun tamın vergülü buradaydısa 2 0 sola gidəcək. Olacaq 2,15. Onda biz nə aldıq? 3,58. 3,58. Üstə gəl. Bölmədən alınan cavab
12 tam 47. 47. 8, 7, 15. Bir yadda. 9, o da bir 10. Bir yadda. 5, 6. 16 tam %5. Üstüne 2 tam %15'i gəldirəm. Bunu qırmızına yazım ki karışmasın burada uşaqlar. Yer dar olduğundan bak burada geniş yer saxladım ama burada qarışqanlıq yarandı. Deməli buradan da bir xətt çəkək. Bax belə bu növbəti misalımıza aiddir. Hı -hı. 16 tam %5 üste geldim bəli. 16 tam 0,5 üste gel 2 tam %15. 15. Toplayanda 0. Bu da olacak 2, 8, 1. 18 tam onda 2. Cevap budur. Cevabı da bak bu cevabı da ben buraya yazıram. Bak son cevabımız bak budur. 18 tam onda 2 və yaxud da 18 tam %20. 18 tam onda 2. Cevabı əməlləri eləyib tapıb yazdım. Burada nə eləyirik? Birinci mötərizəni hesablayırıq. Onda 9. 1 tam onda 6'dan çıxıram. 0 tam onda 9'u. Belə də yazıram. 1 tam onda 6 çıxılsın. 0 tam onda 9. Birinci mötərizəni eləyirəm. Çıxanda 16'dan 9 7. Burada olur 0 tam onda 7. 18 tam onda 2'ni bölürəm bunun cevabına. 18 tam onda 2 bölünsün 0 tam onda 7'ye. Vergülü buradan ləğv eləyirəm. Çünki birinci buradan ləğv olunmalıdır. Bölən olur 7. Buradan da vergül bir dənə artıb bura gəlməlidir. Buradan da sizrəmsi olacaq 182. 18'in içində 7 2 dəfə. 2 vur 7 14. 42'də 7 6 dəfə. 6 vur 7 42. Çıxanda 0. Burada da çıxma işarəsi qoyaq. Deməli bura qədər bu çıxma işarəsinə qədər cavab oldu 26. İndi 26'dan 2,5 çıxmamalıyıq. 2,5 bu mötərizəyə vurulmalıdır. Ona görə də birinci mötərizəni tapmalıyıq. 3,4 üstə gəl 0,8. Bu əməllər sırasıdır. Səhifə yadınızda qalsın ki, dedim ki, təkrardır. Hər misaldan, hər dərsdən var burada. 3,4 üstə gəl 0,8. 12 bir yadda 4,2. 4,2'ni vururam 2,5'e. 2,5 vurulsun 4,2'ye bu 4'te. 2 vur 5 10 bir yadda 2 vur 2 4 o da 1 5 4 vur 5 20 2 yadda 8 o da 2 10 toplayanda olacak üste gel 0 5 0 1 2 dənə var burada ayırıram 10 tam onda 5 burada bölmeden alınan cevabımız 26 idi 26'dan çıxıram 10 tam onda 5'i 5'i 10'dan 5 5 5'ten 0 5 2'den de 1 1 cevap 15 tam onda 5 buraya yazıram 15 tam onda 5 son alınan cevabı yukarıda olan misal kimi burada da mən belə misalımızın cevabı bax budur 15 tam onda 5 yazdım yukarıya ne var mı görəsən ardı baxalım görək ardı yoxdur misal 6 var hesablayın necə hesablayarıq uşaqlar burada görürsünüz ki biri onluq kəsirdir biri adi kəsirdir bunu çevirək onluq kəsirə 5'də 4 və yaxud da bunu da çevirmək olar 10'da 4 5'də 4'ü 10'da 4'ə bölürük belə də yazmaq olar çətin deyil uşaqlar
Qoy belə qalsın. 5-də 4 bölünsün. 0 tam yazılmır. 10-da 4. Digər üsulla da eləyə bilərsiniz ki, bunu onluq kəsrə çevirib çubuqlu bölməklə və yaxud da sütun şəklində bölməklə də eləyə bilərsiniz. Bərabərdir. Birinci kəsr olduğu kimi qalır. 5-də 4 vurulsun. 4-də 10. Bərabərdir. İndi burada uşaqlar ixtisarlar var. 4-ü 4-ə bölsək 1. Bu 4-ü də 4-ə bölə bilərik 1. 10-u 5-ə bölsək 2. 5-i də 5-ə bölsək 1 qalar. Bunları mən bir də burada 2 oldu. 5-nə ixtisarda 1. 4-lər də bir-birinə ixtisar gedir və yaxud da heç üstündə bir yazmırlar. Deyirlər ki, bu 4 ilə bu 4 apardı bir-birini. Heç nə qalmadı. Yəni 1 qaldı yerində. Bərabərdir. Bərabərdir. Nə alırıq? 1 vurulsun 2. 1 vurulsun 1. 1 eləyər. Bu da bərabərdir. Vurulsun 1 olsun. Lap belə yazaq. 2-ni də 1-ə bölsək 2 eləyər cavabı. Bu da həmin qaydadır. Elə belə verilibsə biz bunu niyə dəyişək? Elə belə də yazaq. 3 tam 10-da 2. Düzgün olmayan kəsrə çevirirəm. 10-da 32 bölünsün 9-da 8. Keçmişik ya uşaqlar bu dərsləri. Buna mən tez-tez gedirəm ki, izah eləmirəm ki, ay bunu tərsinə çevirək. Ya bunu düzgün olmayan kəsrə necə çevirmək lazımdır, onları demirəm. Çünki keçmişik. 10-da 32 vurulsun 8-də 9. Yine ixtisar var burada. 32 ilə 8 ixtisar gedir. Olur 8-i 8-ə 1. 32-ni 8-ə 4. Burada qalacaq 1. Burada qalacaq 4. 4 vur 9. 36. 10 ilə 9 ixtisara getmir. Çünki 9 burada vurduq. 4'ü vurduq 9'a 36 ixtisar eləmədik. 10'u da 1'ə vursaq 10. Bu da bərabərdir. Mən artıq qırmızına yazdım. Bu əhəmiyyət kəsb eləmir. 3 tam 16. 3 tam 16 eləyəcək cavabı. 0 tam 12. Yenə də bunu belə yazıram. 3'də 2 bölünsün 10'da 2. Çünki 3'ü məxrəc 3-dürsə mən bu 3'ü neçəyə vurum ki onluq kəsiri alım. Ala bilmirəm onu. Ona görə belə yazdım. 3'də 2 vurulsun 2'də 10. Bərabərdir. 2 ilə 2 getdi ixtisara. Bunlar ixtisar olunur gedir. Heç nə qalmır. 1 qalır. 1'i 10'a vursaq 10 bölünsün. Burada da 1 qalmışdı 3'ə. Onu da 3'ə bölsək 3 tam 3'də 1. 6'da 5 ilə 1 tam 10'da 5'ti bu. 1 tam 10'da 5. 6'da 5. Elə yazıram 6'da 5. 1 tam 10'da 5. Bölünsün 1 tam 10'da 5. Bu dəfə uşaqlar bunu ki çevirəcəm düzgün olmayan kəsirə. 6'da 5 bölünsün 10'da 15. 10'da 15. Bərabərdir. 6'da 5 vurulsun 15'də 10'a. İxtisar var burada uşaqlar. Bərabərdir. Nələr ixtisar gedir? Karandaşına göstərirəm. 5'i 5'ə 1. 15'i 5'ə 3. 6'nı 2'yə 3. 10'u 2'yə 5. İndi bunları qırmızına yazım. Yaxşı görünsün. 1. 3. 5. Bu da 3. Bərabərdir. 9'da 5. 3'ü 3'ə vursam olacaq 9. Surətdə isə 5. 9'da 5. 12'də 5. 100'də 1. 100'də 1. Bölək yazaq görək. 12'də 5 bölünsün 100'də 1'ə. Biraz get-gedə sizi çətinliyə salırlar, amma qorxmayın. Əsas yolunu düz gedin uşaqlar. Əgər yolunu düz gedəndən sonra cavab alınmırsa, deməli
Siz səhv eləməmisiniz. Kitabda ola bilər ki, səhv var. 12-də 5 vurulsun 1-də 100. 500'ü bölürük 12'ye. Bərabərdir. 5'i vururam 100'ə. 500 böl 12. Şimdi mən burada sizin yanınızda 500'ü 12'ye bölüm görək. Neçə alaram? 12'ye. 4 dəfə. 50'nin içərisində. 4 dənə 12, 8, 48 eləyər. 10'dan 8, 2. 20'də 12. 2 dəfə eləməz. 2 dəfə olsa 24 olardı. 1 dəfə 12. Qalır 8. Tam qutardı uşaqlar. Tam burada ayırırıq. 41 tam. 8'i yanına 0 gəlirəm. 80'in içində 12 5 dəfə. 5 dəfə 2 16. 5 dəfədən 60 oldu 12. 20'də də 1 dəfə. 6 dəfə. 6 dəfə 2 12. 1 yadda 72. 12 1 yadda. 1 dəfə 6 6. O da 1 7. 8. Yine təkrarlanır. Qoy bunu hardasa bəlkə səhv eləmişəm. Bir də sizincə deməyim elə kalkulyatorda bölüm. 500. Bəlkə misalımızda səhv yazmışam. Bəli, 12'də 5. 100'də 1 düzdür. 500'ü bölürəm 12'ye. 500 bölünsün 12'ye. 41 tam %66. Evet, ben burada 6 götürmüşəm də. Yine de 6 düşəcəkdi. Ama təkrarlanan 6'lar olduğundan 20. Ondan böl 20. 12 çıxanda 8. Nəsə bura qədər eləyiblər də. Ardını yenə də 6'lar olur. Bölmə davam edən qədər. Ancaq daha bölməyib elə 66'da saxlayıblar. Cavab olacaq deməli. 41 tam %66. Görək ardı yenə var uşaqlar bunun. Bəli, ardı var. Biraz da çətinləşib ardı. 18 0,2 110,2'den 9,75'i çıxıb buraya yazıram. Şimdi mən burada da çıxa bilərəm. Dəftərin bu hissəsində də çıxa bilərəm. 6'nın davamıdır. 10,2 çıxılsın 9,75. 75 çıxanda. 10'dan 5 5. 11'den 7 4. 9'dan 9 0. 0,45. 18 bölünsün 0'dan %45'e. Bərabərdir bu da. Bunu da yine de qaralama hissədə bölüm. 18 bölünsün 0'dan %45. 18. Biraz iri yazıram. 0'dan %45. Virgülü atıramsa 100 artır. 2 rəqəm artır. Yəni %2 0 olduğundan deyirik 100 artır. Yəni 2 rəqəm. Buradaydı tamdır. 2 dənə 0 özümdən yazıram bura. Çünki rəqəm yoxdur. 45. 180'ın içərisində 45 olar 4 dəfə. 20. 2 yaddan 16 18. 40 olacaq cavabı uşaqlar. Bu misalın cavabı olacaq 40. Burada yine yuxarıdadır. Tam ədəd burada yuxarıdaydı. Burada isə aşağıdadır. 7,6'dan 2,35'i çıxıram. 7,6 çıxılsın 2,35. 5'i çıxanda. Bu əslində ona görədir ki, uşaqlar bu çıxmaları veriblər sizə. Ki %35'dir. Burada heç bir ədəd olmayanda bunu necə çıxarsınız? Onu istəyir, onu biləsiniz. Bura özümüzdən bir 0 yazırıq. Mənası yoxdur. Yazırıq. Bu ədədi artırmır ya azaltmır. 10'dan 5 5.
5'ten 3 2, 7'den de 2 5. 5 tam %25 aldıq. 5 tam %25 bölünsün 15'e. Burada görürsünüzmü uşaqlar? Artıq onluq kəsrin natural ədədə bölünməsidir. Burada natural ədədin onluq kəsrə bölünməsi. Burada isə onluq kəsrin natural ədədə bölünməsidir. Bunu da burada mən yazıram. 5 tam %25 bölünsün. 5 tam %25 bölünsün neçəyə? 15'e. 15'e. Tama baxırıq. Da burada bir vergüldən sonra bir vergül yoxdur. Deyək ki, artırdıq, atdıq. Tama baxırıq. 5'dir. Burada 15'dir. 5'in içində 15 0 dəfə yerləşir. Yəni yerləşmir. 2'ni də ayırırıq. İşte tamımız 0'dır. 52'də 15 5 dəfə olar. Yox. 4 dəfə 5 22 yadda. Yox. Çox oldu 3 dəfə. 3'dən 15 45. 12'den 5 7. Bu 5'i de gəlirik. 75'in içində 15. 5 dəfə. 5 vur 5 25 2 yadda. 5 vur 5 o da 2 75. Çıxanda 0. 0 tam %35. Bax bunun cevabı 0 tam %35. Burada isə üstə gəldi. Bəlkə şifahi eləyə bilərəm. 10'da 4. Bunu 10 eləyəcəm. 2'ye vururam. Bunu da 2'ye vururam. Olur 10'da 4. Bərabərdir. Yazıram. 3 tam 10'da 6. Üstə gəl. 1 tam 10'da 4. Belə yazdım. Bunu da vursam 2 tam eləyər. 0 tam 10'da 4'ü 0 tam 10'da 5'e. 0 tam 10'da 4 vurulsun 0 tam 10'da 5'e. 5 vur 4 22 hatta yazdım buraya 0. 0 vurmaq lazım değil. 2 dənə ayırıram. 0 2 0 olacaq. 0 tam 10'da 2. 2 yox 0 tam 10'da 2 olacaq. Mən 2 fikrimdə tutmuşdum. Bərabərdir. 0 tam 3 tam 10'da 6'nın üstə 1 tam gəlsək. 3'ün üstə 1 4. 6 ilə 4'dən də 1 gəlir üstə 5. 5 bölünsün 0 tam 10'da 2'ye. 5'i de 0 tam 10'da 2'ye bölək burada. Burada bölüm dəftərin o hissəsi qalsın. Bəlkə kimsə yazır. 5 bölünsün 0 tam 10'da 2'ye. Bəli, bir rəqəm artdı. 50 eləyirəm bir rəqəmin əvəzinə 0 yazıram. 50'ni 2'ye 25. Cevabı olacaq 25. 4 tam 5'də 4 yazıram. 4 tam 10'da 8. Bilirsiniz bunu necə 10'da 8 elədim. 2'ye vurdum. 4 tam 10'da 8 çıxılsın. 1 tam 65 yüzdə. Bunu toplayanda ne olacak? 10'da 3. 10'da 6. 10'da 6. Bak bu 10'da 6 eləyər. 1 tam 5'də 2. Qoy bunu yazın. 1 tam 5'də 2'ni də 10'da 4 eləyirəm. 1 tam 10'da 4. Vurulsun. Mötərizənin cavabını indi hesablayacağım. Görək bu kağızımızda boş yer tapaq. Burada hesablayaq. Nə hesablayırıq? 0 tam 10'da 9. Üstə gəl. 10'da 6'dır bu. 2'ye vururam bunu. Bunu yuxarında 2'ye vururam. Olur 10'da 6. 0 tam 10'da 6. Mən bunları şifa eləyirəm. Sizin için belə göstərirəm ki, bir daha təkrardır səhifəmiz. 9 üstə 6 15 1 yadda. 1 tam 10'da 5. 1 tam 10'da 5'e. İndi 2 dənə bu vergüldür burada. 2 dənə əməl var. Həm surətdə, həm məxrəcdə. 4 tam 10'da 8'dən 1 tam 65'i çıxıram. 4 tam 10'da 8 çıx. 1 tam 65. 5 1 çıxanda 1 verdim bura oldu 10. 10'dan 5 7'den 6 1. Burada qaldı 4 elə. 4'ten de 1 3. 3 tam %15. %15. 1 tam 10'da 4'ü 1 tam 10'da 5'e vuracağım. Vur 1 tam 10'da 5'e.
20, 2 yadda. 7, 1 vur 4, 1 vur 1, 1. 0, 7, 4, 11, 1 yadda. Bu da 2. İkisini ayırıram. 2 tam onda 1. İndi nə edirəm uşaqlar? Bu hissə, yazılı hissə istəmirəm düşsün, sizi çaşdırmasın. İndi mən belə bir şey eləyəcəm uşaqlar. Deməli, 3 tam %15'i hansıydı misalımız? Burada 3 tam %15'i bölürəm 2 tam onda 1'e. 3 tam %15 böl 2 tam onda 1'e. Vergülü atsam burada, vergülü atsam uşaqlar. Bir rəqəm bu yana keçəcək. Bir rəqəm artacaq. Yəni 10 dəfə artacaq. Onda bu vergülü də buradan atıram. Burada olacaq. 31'in içərisində 21. Bir dəfə. 21. Qalır 1, 0, 5. 105'də 21, 5 dəfə. 5. Bəli, 5 dəfə olacaq. Cavab olacaq 15. Bərabərdir 15. 15 mi? Bəlkə burada biz görək. 31'in içərisində 21, 1 tam onda 5 uşaqlar. 15 yox, 1 tam onda 5. Burada vergülü ayırmamışam. Bunu da belə davam eləyək. Bəlkə ardı da var hələ. Yox, burada qutarır. Deyək, mən bunları özümdən yazardım bu vaxta qədər. Deməli, mötərizə 5 tam onda 1-dən 4 tam onda 8 çıxacam. Bu mən kənarda onu hesablayayım, yazım. 5 tam onda 1-dən çıxıram 4 tam onda 8'i. Bərabərdir 0 tam onda 3. Bunun cavabı elədir 0 tam onda 3. 1 tam 100 bərabərdir 1 tam %5 bölünsün 0 tam onda 3'e. Surət belə olacaq. 1 tam 4'də 1 çıxılsın. Bax buna. Bunun 4'də 1'i də yüzdə eləmək üçün 25'e vururam. 25'e vuranda olacaq. Olacaq burada 1 tam yüzdə 25. 25'e vurdum. Yüzdə 25 vurulsun. 6'dan 1 tam %56'na çıxıram. 6 tam çıxılsın. 1 tam %56 bərabərdir. 4 tam %44. Bunun da cavabı olur. 4 tam %44 da bərabərdir. 1 tam %5'i mən burada kalkulyatorla bölürəm uşaqlar. Vaxtımız çox getməsin. Kalkulyatorla istifadə edib yazacağım cavablarını. Deməli belə. 1 tam %5 1 tam %5 bölünsün. Neçə bölürük? 0 tam onda 3'e. 0 tam onda 3'e bərabərdir. 3 tam onda 5. Yuxarıda olacaq 3 tam onda 5. 1 tam %25. Burada vurmadı. 1 tam %25 vurulsun. 4 tam %44'e vurulsun. 4 tam %44'e bərabərdir. Bu da eləyir 5 tam %55. 5 tam %55. Tekrar bunu da buna bölək. Deməli 3 tam onda 5. 5 bölünsün. 5 tam %55'e. 5 tam 55'e. Bərabərdir 0 tam %63. 0 tam 63. Cavab bu misalda cavabı belə oldu uşaqlar. İndi bu neçənci misalımız idi? 6. 7'ye keçiririk. 1 tam onda 2 və 5'də 2 ədədlərinin cəminin
fərqini hasili. Bu iki ədədin cəmi ilə cəmin tapıram. Bax, cəmi. Bu iki ədədin də fərqi. Bunların fərqini tapıram. Bunun da cəmini tapıb, sonra alınan cavabların hasili. Hasil bax, axırda. Bu iki ədədin cəminin, bu iki ədədin də fərqinin, yəni ki, fərq, cəm, cavab deməkdir də. Onların sonra hasilini tapıram. Onda yazıram. Cəmləyirik bunları. 1/10-2 üstəgəl 5-də 2. Bunu onluq kəsir formasında necə yaza bilərəm uşaqlar? 2-yə vuraram. 2-yə vursam 10/4. 0/4. Üstəgəl, cəm varsa üstəgəlirəm. 0/10/4. Kəsir formasında da eləyə bilərəm. O biri səhifədə biz kəsir formasında, yəni bunu da 1/10-2 kəsir formasında yaza bilərəm. O biri səhifədə onu çox elədik. İndi isə onluq kəsirə çevirirəm. 6 1/6 eləyəcək cəmi. İndi fərqi tapaq, bunların fərqini. 3/5-də 3 olacaq 3/10-6. Bunu necə tapıram uşaqlar? Bax, bunu mən sizə göstərim. 3/10-6 niyə deyirəm buna? 5-i də vururam 2-yə. Onluq kəsirə çevirəndə. 3-ü də vururam 2-yə. Bərabərdir. 3/10-6. Ona görə də mən bunu 3/6 deyirəm. Bir də 2/1 fərqi. 3/6-nı indi mən onluq kəsir formasında yazacağım. Bax, bu izah üçün idi uşaqlar. Bu hissəni yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Bu çevrilmək qaydası idi, mən sizə göstərdim. Deməli, bunların fərqi 3/5-də 3 ilə 3/5-də 3-ü yerinə yazılır 3/6. 3/6 çıx 2/1. 5, bu da 1. 1/5 oldu cavabı. Bak, bunun cavabı oldu. Bunların ikisini tapandan sonra bunların hasilini istəyir bizdən. 1/6 vurulsun 1/5. 5'i vururam 6'ya 30. 3 yadda, bu da 5'i 1'e vursam 5, o da 3, 8, 6, 1. 0, 14, 1 yadda. İkisini ayırıram. 2/10-4, 2/140. Fasili ve bu aktardığı ve bu idi cevabı. Bu ədədlərin fərqi bölünsün. Bu ədədlərin fərqini. Burada bunun cəmi ilə bunun fərqini vururduq. Burada deyir ki, bu ədədin fərqini bölünsün bunun cəminə. Bu ədədin fərqini tapaq. 3/10-4 çıxılsın 1/3. 1, 2/1 fərqi. Bölünsün. Yəni bu cavab bölünsün. Nəyə bölünsün? Bunların cəminə. Bunların cəmi də eləyir. 0/7 üstə gəl. 5'də 4'ün də yerinə yazıram. 0/8 çevirmə qaydasını öyrətdim. 15 1 yadda 1 1/5. Bunu bölürəm buna. Yəni 2/1 bölünsün 1/5'e. Vergülü atıram. 10 dəfə artdı. Bunu da 10 dəfə artırıram. Yəni atıram. Birinci bunu atmalıyam. Olur 21'in içində 15 bir dəfə. 15. 21'dən 15 çıxsam 6. Tam qutardı. Tamı bölü qutardıq. Bura bir 0 yazırıq özümüzdən. 60'ın içində də 15 eləyər. Neçə dəfə eləyər? 6, 4 dəfə. 4 dəfə. 4'dən 15, 60. 0. Bu neçənci misal idi? Görək. Tənliqləri həll eləyin. Hələ misallarımız davam eləyir. Tənliqi həll eləmək üçün özünüz daha eləyə bilərsiniz. Cəmlə toplananı çıxırsınız. X bərabərdir. Bunu vuracaqsınız. 2/5 vurulsun 0/3. 2/5 vurulsun 0/3'e.
bərabərdir. 0,75. Bu oldu 0,75. Bunu hara yazaq ki? Bunun cevabı oldu vurandan sonra. X bərabərdirini tez yazdım mən. X üstə gəl 0,65 bərabərdir 0,75. Bu üstə gəldi ya uşaqlar. X bərabərdir. Bundan bunu çıxacağım. 0,75 çıxılsın 0,65. 0,1 olacaq. X bərabərdir 0,1. Burada 0,84'ü 1,4'e bölüm. 0,84 bölünsün 1,4'e. Bərabərdir. 0,6 oldu 0,6. Y çıxılsın 2,4 bərabərdir 0,6. İndi nə edirəm uşaqlar? Deməli, bunları toplamaq lazımdır. 0,6 ilə 2,4. Y bərabərdir burada. 2,4 üstə gəl 0,6. Məndə yer yoxdur, belə yazdım. Siz alt-alta da yaza bilərsiniz. Bu da eləyir 3 tam. Burada Y 3'də 2 vurulsun A'ya, buna 5 çıxılsın 0,168. Çıxaq görək 5'dən. 5 çıxılsın 0,68 bərabərdir. 4,32 qalacaq. Bunun cevabı 4,32. 3'də 2 vur A bərabərdir 4,32'ye. 2'ye. Bunu bölməliyik buna. A bərabərdir 4,32. 4,100'də bunu belə hesablayın. Bölünsün 3'də 2'ye. Bu da bərabərdir 100'də 432 vurulsun 2'də 3. 2 ilə 432 ixtisar gedər. 3 ilə belə getməz. 432'ni 2 yerə bölsək 216. 216 vur 3 bölünsün 100'ə. Eləyərsiniz özünüz bunun davamını. Bərabərdir. Yer yoxdur. Mən tapmadım. Bunu kalkulyatoruna ya özünüz 216'nı 3'ə vurub buna bölmək olar. İndi bunu eləyirik. 1,3'ə. 1,8 üstə gəl 1,8 üstə gəl 0,7 olacaq. 2,5 toplayaq görün bir də. Şifahi tapdım. 1,8 üstə gəl 0,7. 0,7 bərabərdir. Bəli 2,5 B bölünsün 1,3 bərabərdir 2,5'ə. 2,5'ə. B bərabərdir 2,5 vurulsun 1,3'ə. 5 vurulsun 1,3'ə. B bərabərdir 2,3'ü 1,5'ə vurun. 2,3 vurulsun 1,5'ə. Səhv vurdum deyəsən. 2,5'i 1,5'ə vurdum. Səhv oldu bu. 2,5 vurulsun 1,3'ə. 1,3'ə. Bərabərdir 3,25. 3 tam bu 3 oldu. %25. Tənliklərimiz deyəsə burada qutardı. Çevrilmələr var burada. Hələ bizim məsələlərimiz də var. 2 dənə, 3 dənə. 2 tam %15 kilometr. Metrlə
2 kilometr eləyər 2000 metr. Bu da 15. 2015. 15 metr. 65 santimetr. %65. 0,100 yerə bölürük metri. 65 metr. Kilometr 900 metr deməkdir. 900 metr. 150 santimetr. 1,5 metr. 1,5 metr. Kilometr yenə də. Kilometrin %5. %5 kilometri, yəni 1000 metri 100 yerə bölürəm. Olur 10. 5'e də vururam 50. 50 metr. Kiloqramla. 10 kiloqram, 10 ton, 10.000 5. 10.000 5 belə. 1 ton 1000 kiloqramdır. Bu da tonun 10 yerə bölsək, 1000'i 10'a bölsək 200. 1200 kilogram. 1200 gram. 1,2 kilogram. 50 gram isə kilogramın gram. 50 gramdır, 1000 gramdır. 20'də 1 eləyir. 20'də 1'i də %5 olacaq. 0,50 gram. Görək dəqiq hesablayayım bunu mən. 50 gram 1 kilogram. 1000 gram 50 gram isə 50'ni bölürəm 1000'e. 0'dan %5 böl. %5 kilogram. 1 ton. Tonun 1000 kilogramdır. 1000 kilogramın 1000 yerə bölürsən 1 kilogramı 1 kilogram eləyəcək. 1000'də 1'i. 1 kilogram. Saat da var burada. Saatla ifadə edək. Bir gün 24 saat, yarım gündə 12 saat, 24, 12, 36 saat, 90 dəqiqə, 1 saat, bir də yarım saatdır, 1,5 saat, 2 gün eləyər. 24 saat, 24 saat, 48 saat, 48 o da 12, 48, 12, 60 saat, 150 dəqiqə, 1 dəqiqə, 100 dəqiqə, 150 dəqiqəni 60'a bölsək, 120'si 2 saat, 120'si 2 saat eləyər. Qaldı burada 30 dəqiqə. O da 1 saatın yarısı. Saat. 240 dəqiqə. 240'ı 60'a bölsək 6 saat eləyər. 6 saat. Bunları keçmisiniz deyə mən çox da üstə durub izahına yol vermirəm. Burada nə deyilir? Deyir, bazarda 1 kilogram alma 1 manat 30 qəpik, çələk 2 manat 40 qəpikdir. O 3,2 kilogram alma aldı. 1,30'a vururuq. 3,2 bu almanın çəkisi vurulsun puluna. 1,30'a. 1,3'ə. Çələk nə qədər alıb? 1 kilogram çələk bu qədər. Çələk 2,5. 2,5'i vuraq. Çələyin pulu olub 2,40. 2,4'ə. Sonra bunların cavabını toplamalıyıq. 3,2 vurulsun
Mən bunu burada kalkulyatorla vurum, tez olsun. 3 tam onda 2 vurulsun. 1 tam onda 3'e. 3'e bərabərdir. 4 tam %16. Bunun cevabı 6, 9, 2, 3. 6, 4 tam %16. 20, 2 yadda 10. 5, 2 vurduq 5'e 10. 1 yadda, bu da 5. Bu da 6 manat oldu. Bu 4 manat 16 qəpik. Bu da 6 manat. Toplayırıq. 4, 16, 6, 16. Toplayanda 4, 16, üstə gəl 6 manat. 10 manat, 16 qəpik. 20 manatdan da çıxırsınız 10 manat, 16 qəpik. Cavabı yazırsınız. İkinci B bəndi də var. 4,5 kilogram almaya bu qədər pul verdi. 4 tam %95. Bu danışır, biraz ucuz almaq istəyir ikinci müştəri. 4 tam %95 puldu, bölüb 4 kilogram, 4,5, 4 kilo yarım almaya. Nə qədər düşüb? Kilosu neçəyə düşüb deyir? 1 kilosu. Bir dəfə 45, 45. Bu da eləyir bir dəfə 45. 1 manat 10 qəpik. Cavab 1 tam onda 1 manat veya 1 manat 10 qəpik. Var mı yenə məsələmiz görək? Bir məsələmiz də var burada. Yarışda məsafənin 16 hissəsini getdikdən sonra yolun sonuna 3 kilometr qaldı. Onda 6. Yolu bölüblər 10 yerə. Bax, belə izah edirəm sizə. Çəkə bilərsiniz dəftərinizdə də. 10 yerə bölüblər. 2, 3, 4, 5, 6, 7, 8, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ondan 6 hissəsini gedib. 1, 2, 3, 4, 5, 6. Bura qədər gedib. 6 mı oldu burada? 1, 2, 3, 4, 5, 16 hissəsini gedib. 4 hissəsi qalıb. 3 kilometr eləyir. Bu qalan hissə bura qədər gedib. 3 kilometrdir. Bura 3 kilometr qalıb. Yəni bir hissəni tapaq görüm. 3 kilometri 4'e bölək. 3 kilometri bölək bu 4 hissəyə. 4'e. Kalkulyatorla böləcəm uşaqlar bunu. 3 bölünsün 4'e. 0 tam %75. 0 tam 0 yazırıq bura. 28, 2, bu da 5, 20. 0. Bir hissə olur 0 tam %75. Bax bura. 0 tam %75'dir. Bəs 10 hissə nə qədər olacaq? 0 tam %75 vurulsun 10'a. Bu da eləyir 7 tam onda 5 kilometr uşaqlar. Metr yox. Kilometr yazmışam burada. Bu da bərabərdir 7 tam onda 5 kilometr. Yəni bütün yolu soruşur bizdən. Yarış məsafəsi nə qədərdir? Yəni, cavab 7 tam onda 5 kilometr. Sonunda mən çox tələsdim. Tələsi yazdım ki, qaralama kimi düşməsin. Yenə də oxuya biləsiniz. Yəqin oxuya bilirsiniz belə. İzahlara da bir dəfə başa düşməsəniz təkrar bir də baxın. Bu qədər uşaqlar sağ olun, bəyənin, paylaşın, abunə olun.